Qəmər-i Munir Bəni Haşim Həzrət Əbəlfəzl ağa bayrağı əlində tutmaqla əgər dini qorudursa, imamı qorudursa, İmam Zeynül Abidin əleyhissalam həqiqət bayrağını dili ilə qorudu bu günlərdə. Yəni o İslam bayrağını əlində tutmuşdursa, amma bu günlərdə əsrlər karvanında, Küfədə, Şamda, indiki Suriyada İmam Zeynül Abidin əleyhissalam həqiqəti sözü ilə bayraq elədi tarixə, cəmiyyətə. Xanım Zeynəb Salamullah əleyhanın orada fəsahətli çıxışları vardı. Bilirsiniz, o namərdlər, məlunlar xəlqə belə xəbər yaymışdılar ki, bunlar Peyğəmbər və Qur'ana ağ çıxanlardılar, xəlifəyə üz çevirənlərdilər. Xalq, cəmaat bunların kimliyini bilmirdi. Bilmirdi bunlar Peyğəmbər balasıdır. Bilmirdilər Peyğəmbərin nəvələridir. Bir sözlə Xanım Zeynəb Salamullah əleyha tarixdə var. Orada ayağa qalxır, çox iffətli, ismətli və həmçinin də Kərbəlanın tarixdə qalmasında, bu günümüzə gəlib çatmasında misilsiz əməyi və qəhrəmanlıq göstərən Xanım Zeynəb Salamullah əleyha olub. Xanım Zeynəb orada bir xütbə söyləyir və insanların o səs-küyü sakitləşir. Hətta tarixçilər yazır ki, cəmaat elə bildi ki, o ki İmam Əli əleyhissalamı ki danışanda ki görmüşdülər o Küfəlilər, onların bəziləri elə bildi ki, elə danışan Əli ibn Əbi Talibdir. İmam Əli özü danışır, elə qeyzli, zəhmli danışarmış. Dedilər, bu ki danışan Əlinin özüdür. Yəni, o cür fəsahətli, bəlağətli danışarmış.